Hayırlı geceler Azerbaycan. Bugün milli kimliğimizden danışacağız. Daha doğrusu INSTV.ws saytından Şembe Gecesi Sevil Nuriyeva bölümüne daimi fikirlerini yazan, bize daimi tamaşaçılık eden, vefasında hiç kusur etmeyen tamaşaçılarımızın xahişini, onların bize gönderdiği sorguların cevabı olarak bu verilişi tertip ettik. Biz bu verilişi Azerbaycan uğrunda canıyla, qanıyla şehit olan, milleti yolunda fedakarlık eden insanlara ithaf edirik. Geçmişte olanları rəhmətlə anırıq. Bugün bu fedakarlığı nümayiş etdirənləri də şükranla anaraq onlara ithaf edirik. Biz kimik? Milli kimlik nədir? Milli mənsubiyyət nədir? Və ümumiyyətlə bugün müzakirə obyekti olan milli mənsubiyyət məsələsinin əslində Azərbaycanda bu qədər tartışılmasının altında nə yatır? Studiyamıza Azərbaycanın çox qiymətli tarixçi, alim, türkoloq alim insanlarını dəvət etmişik. Ayrıca 3 aydınını dəvət etmişik. Bu Firudun Cəlilovdur, türkoloq alim. Vaxtilə Azərbaycanın Təhsil naziri işləmiş Firudun Cəlilov, uzun illər müxtəlif araşdırmalara müəlliflik edən, İslama qədər Türk tarixi kitabını yazan çox mükəmməl bir kitabdır. Və son kitabı Etrusk və Türk bağı. Anar İskəndərov, professor, Bakı Dövlət Universitetinin kafedra müdürü, tarix elmləri doktoru. Anar mənim, siz də xoş gəlmişsiniz, Firudun mənim, siz də xoş gəlmişsiniz və Fəridə Məmmədova. Fəridə Məmmədova Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Aviasiya Akademiyasının kafedra müdürüdür. Fəridə xanımın çoxlu titulları var. Ən diqqəti çəkən titulu Şöhrət ordeni elmi fəaliyyətinə görə, tarix araşdırmalarına görə dövlət tərəfindən Şöhrət ordeni ilə təltif olunmasıdır. Üçünüz də xoş gəlmişsiniz. Sağ olun. Mən sualı girişdə verdim. Mənə çox maraqlıdır biz kimi. Mən əslində bilirəm mən kiməm, milli mənsubiyyətimi də bilirəm. Dini mənsubiyyətimi də bilirəm, çox şükür. Amma insanların şuur altında bu məsələ ilə bağlı yaranan ziddiyyətli fikirlərin arxasında tarixçilərin yatdığını deyirlər. İndi mən tarixi araşdırma aparan bu mötəbər insanlara bu sual vermək istəyirəm. Biz kimik? Yəni Azərbaycanda yaşayan xalqın ismi nədir? Fəridə xanım, sizdən başlayaq. Buyurun. Biz Azərbaycanlıyıq. Bizim xalq formalaşıb 3 deməli etnik mədəni laydan, Qafqaz dilli albanlardan, sonra İran dilli Kürdlərdir, Talışlardır, Tatlardır və Türk dilli. Türk dilli lay sonra olub ən viduşi lay. Aparıcı olubdur, sonra olub aparıcı. Onun da tarixdə öz deməli xronoloji devirləri var və nə səbəbə olub aparıcı. Və deməli bu Azərbaycan xalqının formalaşmasında, Türk etnosunun aparıcı olmasında burada belə də deməli İzah etmək olar ki, çox böyük deməli rol din. Dinin də rolu çox böyük olub. Çünki 3 bu layların dinləri olub müxtəlif. Deməli, əgər olubdur xristianlıq, sonra türk dillilər Tanrıya inanırdılar. Tanrıçılıq, ondan sonra zərdüştçilik, sonra yahudular olubdur. Qədimdən burada 5-ci əsr eradan əvvəl olublar və indi də varlar. И то, что касается кавказоязычного пласта, албанского пласта, мы не должны забывать, что наследниками этого мощного, богатого кавказоязычного албанского пласта являемся мы, азербайджанцы. Мы, Азербайджан, это наше наследие. С первых веков нашей эры на территории Азербайджана, то, что она называлась в период раннего Средневековья Кавказская Албания, здесь уже живут тюркоязычные. Тюркоязычные шли через дербентские эти проходы. Каждое столетие, это очень важный момент, каждое столетие несло нам, значит, конгломерат, очень большой состав разных тюркских племен. Если бы там были бы только одни племена,
вот как угузы, сельджуки потом шли, Далее. то тогда давным-давно, уже с 1 века уже говорили бы на тюркском языке. Но так как тот конгломерат тюркских племен, который шел, это здесь были хайландуры, значит, анагуры, савиры, бунтурки, кыпчаки, потом эти гунны, савиры и так далее. И от того, что они были вот разные, мухталиф, поэтому даже тюркский язык, они говорили на тюркском, но не на едином тюркском языке, чтобы было понятно, вот как мы, башкирцы, мы друга не совсем поймем. Тюркский язык, o da muhtalif-muhtalifti. Şiveleri farklı, lehçeleri ve şiveleri farklı. Другое дело, что когда речь идет об огузском языке, Далее. это южный диалект азербайджанского языка, на котором говорим мы, на котором говорит Турция. Türkmenler, Irak'taki Türkmenler, Türkmenistan arasında yaşayan Türkler. Значит, этот язык уже такой единый, а он пришел в XI веке. И кроме тюрков, албан и тюрков, то есть здесь еще были эти ираноязычные. Да. Мы этот пласт не должны забывать. Это очень İran богатый dilli. пласт. Да. İran dilli demeye, Fars dilli belki. Elinde İran. İran dilli olarak dilli, geçiyor. да. Ha. Иран dilli, демаль, получается, курды. Вы знаете, я специально занималась проблемой курдов, мне было интересно, с какого времени. Оказалось, в V веке уже междуречие Куры и Аракса, они чуть ли не доминируют, курды. Да. И потому неудивительно, почему уже в XI-XII веке здесь даже образовалось государство шидадидов, курдская династия. Потом таты, талыши, которые еще с VI-V века до нашей эры, ахеменидские цари, поселяли весь берег Каспийского моря, поселяли именно этих татов и талышей. Они поселялись с той целью, чтобы те сдерживали дербентские проходы. И я вам должна сказать, что дербентский проход, через который просачивались тюркоязычные народы, они представляли угрозу для империй, для Рима, потом это Византии, для Ирана. И они настолько боялись и не могли справиться, потому что это мобильный народ, динамичный народ. И чтобы его сдерживать, они искали много разных способов. Siz Türk tayfalarının bura gelişini anlatırsınız. Bəli. Belə çıxır ki, burada Türklər yaşamırdı mı? Birinci əsrdən olmayıb sözünü deməmişəm. Aha. Mənbə göstərdir Bəli, bəli. birinci əsr. Birinci əsrdən qabaq nə olub? Mən tarixçiyəm, mən ancaq mənbənin əsasında. Bəli, bəli. Mənbədə mən tapa bilməmişəm. İndi onu kim tapır? Çeşitlikvala. Birinci əsrdən əvvəl olmayıb deyirsiniz. Birinci əsrdən etibarən isə Türk tayfaları burada Burada məskunlaşır. məskunlaşıb. Belə çıxıb məskunlaşıbsa, gəlib məskunlaşıb da. Gəlirlər. Gəlmədi. Не автохтоны. То есть автохтон olmaq üçün у нас должны быть данные. Azərbaycan xalqının yaranışı ilə bağlı, yəni xalqın formalaşması ilə bağlı və əsrləri ilə bağlı bir konsepsiyanın tərəfdarları türk dilli, bir tərəfdar İran dilli, Qafqaz dilli. Amma mən bu fikirlə bağlı Yusif Vəzir Çəmənzəminlinin bir fikrini əlavə eləmək istəyirəm. Biz kimik və nə istəyirik? Yusif Vəzir Çəmənzəminli yazırdı. Yəni təbii ki, o Kiyevdə oxuduğu dövrdə bu fikrə gəlmişdi ki, biz bir an qarışdırmayaq. Təbii ki, o zaman Azərbaycan iki yerə parçalandığına görə bugün bizim işlətdiyimiz Cənubi Azərbaycan, Şimali Azərbaycan ifadələri bir an deyir qarışdırmayaq. Azərbaycan böyükdür. Bir səpələnmiş xalq var, bir də parçalanmış xalq var. Və bu parçalanmış olan xalqın birinin istəyi hələlik dil türk dilidir. İstəyi dövlət yaratmaqdır. Və təsadüfi deyil ki, bu 1915-ci ildə yazılan fikirdir. Amma görün, Azərbaycan Xalq Cümhuriyyətinin quranlar, yaradanlar nə qədər böyük insanlar idi ki, onlar görün, Azərbaycan coğrafi məfhumunu siyasi məfhuma çevirməklə böyük bir Azərbaycanı yaratdılar və 1918-ci ilin iyunu 24-də də Azərbaycan dilində, yəni türk dilinə dövlət statusu verməklə həll etdilər. Və Məmməd Əmin Rəssadı Azərbaycan Cümhuriyyəti kitabında nə yazırdı? Onun yazdığı o idi ki, bugün burada yaşayanlar çoxdur. Ancaq son nəticədə ən böyük üstünlük kimdədir? Türk dilli qövmdədir. Ona görə Türk dili, Azərbaycan dili. Və bununla da problem həll olundu. Bugün bizim hər birimiz, mənə belə gəlir ki, türkçülüyün əsaslarından danışanda, onun formalaşmasından danışanda, onun inkişafından danışanda biz Ziya Göyaxuba minnətlər. Təkcə biz yox, bütün Türk dünyası, o cümlə Türkiyə Cümhuriyyəti. Ziya Göyaxuba nə yazırdı? Yəni, türkçülük, İslamçılıq, Turançılıq,
Türk fəlsəfəsi, Türk etikası, nə. Bütün bunların kökündə duran nədir? O xalq ki, özünə dövlət yarada bilirsə, dövləti yaşada bilirsə, onun ən böyük uğurudur. Hər bir xalqın yaranışında və inkişafında müxtəlif mərhələlər olur. Azərbaycan xalqının tarixində və talihində də müəyyən dövləşməli olub. Ən qədim dövrlər onda tutaq ki, biz bu gün də sual veririk. Manna, Albaniya, Atropatena. Əgər biz mənşə cəhətdən hansında hansı dilli tayfalar daha çox edir sualını ortaya qoysaq, qazandığımız heç nədir? Ancaq bizim qazandığımız odur ki, Azərbaycan arasında mövcud olan dövlətlərdir, xalqlardır və son nəticədə Azərbaycan xalqının formalaşması onlar rol oynayıblar. Yəni ondan sonra gəlsin Albaniya dövləti. Albaniya dövlətində 26 dildə danılan tayfalardan hansının daha çox Türk dilində, hansının daha çox Qafqaz dilində, hansının daha İran dilində danışmağını sual edirəm. Kimə nə xeyri var? Bu günləri siz bilirsiniz, Anar müəllim, mən bilərəkdən tarixçilərin yanında çox tarixə ekskursiya etmək istəmirəm, həddimə deyil. Amma mən oxuduğum, bildiyim, araşdırdığım qədərilə ki, kifayət qədər də məmnunam gəldiyim nəticədən, bunu sonda deyəcəm nəticəmi, amma bugün belə bir ziddiyyət yaradan, ziddiyyətli fikirlər səsləndiyinə görə biz çox rahat şəkildə öyrənmək istəyirik. Bu da bizim haqqımızdır. Bu coğrafiyada yaşayan xalqların özlərinin adı var, ismi var, qoyulmuş adı və ismi var. Bundan da təbii bir şey ola bilməz ki, burada yaşayan xalqlar öz adında və ismində ifadə olunsun. Təbii ki, bizim üst kimlik dediyimiz bir kimliyimiz var. Hamımız Azərbaycanlıyıq, Azərbaycan vətəndaşlarıyıq. Buna biraz sonra gələcəyik. Bayaq Fəridə xanım 3 laydan danışdı. Bəli. Qafqaz dilli, İran dilli və Türk dilli deməli, fəlsəfəni ortaya qoydu. Bu nöqteyi nəzərdən gəlin baxaq bölgəmizdə yaşayan xalqların isminə. Ən çox, belə deyim, aparıcı qüvvənin ismini də ortaya qoyaq. Bu konsept Türkdür. Aparıcı deməli, qüvvənin adı Türkdür. Bir də biz kimik? Etnogenez ortalığa qoyan adam arxeologiyanı, etnografiyanı, antropologiyanı, tarixi demografiyanı, qədim dilləri, tarixi coğrafiyanı, dili, o regionda işlənən dilləri və s. Gör nə qədər məsələ saydım. Yəni bunları bilməlidir ki, etnogenez haqqında elmi konsepsiyanı ortalığa qoya bilsin. Bizdə elə alim yoxdur. Amma biz o sahələrdə aparılan tədqiqatları yığışdırıb bir ümumi rəyə gələ bilərik ki, indiyə qədər də Azərbaycanda 3 konsepsiya var. Bəli. Birinci konsepsiya budur ki, Türk etnosu bu regiona gəlibdir. Bəli. Və bunun da yarım qrupları var. Əvvəl dedilər 11-ci əsrdə gəlib, sonra dedilər 9, sonra biraz geri çəkdilər 7, sonra çəkdilər 4-cü Hunlarla, sonra 1-ci əsrə qədər apardılar. İndi bəziləri də deyir ki, elə Saqa, Kimerlər də Türkdür. Deməli, eradan qabaq 7-ci əsrdə də gəliblər. Bəziləri deyir ki, Sumer dilində türk sözləri var. Deməli, o dövrdən gəliblər. 4-cü minillikdən buradadır. Bəli. Bu bir konsepsiyadır ki, gəlmə sahir. Bəli. İkinci konsepsiya budur ki, Türk etnosunu, Fərdə xanım deyən kimi, avtoxton sahir, yəni ön Asiya etnosudur bu. Bəli. Buradan yaranıbdır və buradan Altaya da gedib, Rusiya çöllərinə də gedib. O gələnlər qaydanlardır. Bütün söhbət buradadır. Ön Asiya ikinci konsepsiya, bunu xüsusi olaraq vurğuluyuram. Gedənlər qayıdıb konsepsiyasıdır. Hamısı yox, bəziləri qayıdıb. Tamam, anladım. Deməli, birinci bu konsepsiya məsələsində bir konsensus olmalıdır. Təəssüf ki, bizim tarixin üstü bu ilə məşğul olur. Üçüncü nə idi? Siz dediniz 3 deməli, birincisi gəlmə hesab edilir. Bəli, ön Asiya etnosudur. Onun özü də 2 yerə bölünür. Bəzilər deyir, eranın əvvəlinə qədər gəliblər, bəzilər deyir, yox, əvvəldən də 4-cü minil. Məsələn, Yusufov rəhmətli deyirdi ki, 4-cü minildən, 5-ci minildən burada türklər yaşayır. Bir də var ki, deyilir, Türk etnosu antropoloji baxımdan doluqa kefaldır. Yəni, Manqaloid deyil. Bugünkü Azərbaycan türkmənlərinin antropologiyası nədirsə, 7000 il buradan çıxan skeletlərin də antropologiyası oldu. Yəni, fiziki olaraq bu etnos burada dəyişməyibdir, yerli xalqdır. Burada doğulubdur, buradan vaxtı ilə
6 aya gedən də olub, Orta Asiyada gedən olub, Rusiya çöllərinə də gedən olub. Bəli. Hətta mən axırıncı kitabımda etusklar da vermişəm. Burada Qafqaz dilli xalqlarla bir yerdə Türk boyu da gedib İtaliya etusklar Bəli, içində. bəli. Bugün İtalyan alimlərinin araşdırmasında da bu var. Bəli. Çox maraqlı bir mövzudur. Son illərdə bu genetika ilmi inkişaf elədikcə o DNK-ları da yoxlayırlar. Bəli, bəli, Gəlib bəli. həmin bu deyilən şeylər çıxır ortalığa. Qısa ara verək. Belə bir mövzuda ara vermək mən elə gəlir günah olar, amma qısa ara verəcəyik. Aradan dərhal sonra biz kimi sualına cavab axtarmağa davam edəcəyik. Studiyamızın qonağı Azərbaycanın tanınmış alimləri Firudun Cəlilov, Fəridə Məmmədova və Anar İskəndərovdur. Buyurun. Mən, məsəl üçün, Fəridə xanım fikirlərini hörmət edirəm, amma alim fikridir, o da o cür baxır və o cür baxanlar da çoxdur. Amma mən o fikirlə razılaşa bilmirəm. Hansı fikirlə konkret? Məsəl üçün, deyək ki, 5-ci əsrdən Kürdlər olubdur burada. Əvvəla, Kürd sözü millət adı deyil. Kürd etnoqrafik termindir. Məsəl üçün, 11-ci əsrdə anarməm, o dövrün mütəxəssisi. Biləsuvarda yaşayan əhaliyə ərəb qaynaqlarında yazırdılar ki, Türkmən əkradır Biləsuvarda. Əkradda Kürdlərin cəmi deməkdir. Türkmənin Kürdü nə deməkdir? Bu nə millətidir? Türkmən Kürdü. Və yaxud deyək ki, Osmanlı arşivlərində o tuhaf kitabları var. Yazır filan kənd, filan yerdə yörükən əkradı yaşayır. Əkradı yörükən, əkradı türkmən. Yəni, bizim dilimizə çevirsək belə çıxır da, türkmən kürdləri. Türkmenski kurdi. Что за национальность? Это этнографический термин. Yani bunlar mal-heyvan saxlayandır. Это понятно, но курды же, есть иранские курды, есть в Восточной Анатолии курды. Курдов же много. Fərdə xanım, onlara niyə Kürd deyirlər? Çünki dağda, yayda dağa gedir, malını, heyvanını aparır. Qışda da gəlir qışdağa. Yəni, tərəkəmə həyatı, Kürd həyatı yaşayır. Köçəbə dediyimiz o mu? Yəni, Köçəbə Kürd həyat. sözü Yəni, millət adından daha çox deyil. Kürd etnografik termindir. Termindir. Orxon abidələrində, Orxon yazılarında yazıb ki, Kürd. Yox, dilləri onların... Bugünkü Kürdlərin dili Fars dilidir. Da, İranska semya языков. Bu ayrı məsələdir. Bu ayrı məsələdir. Amma sizin o tarixə gətirdiyiniz isnadlar, o yəni bugünkü Kürddən deyil, o mən dediyim etnografik termindir. Tərəkəmədir, Kürddir, padardır, köçəridir, yörükdür. Bunlar millət adı deyil, bunlar etnografik termin. Millət, нет. Ну, понятно. А этнографик термин не демекти. Это этнос, это малый этнос. Millət это рождение 19 века, а этнос это рождение... Fərdə xanım, kaçevnik это etnos. Нет, кочевники это этнографический термин. Кочевник это образ жизни. Kürd obraz жизnidir də. Нет. Это этнос. Это этnос. Onda siz mənim sualıma cavab verin. Biləsuvarda yaşayan Türkmən Kürdləri nə millətidir? Alim kimi gəlin fikirləşə cavab tapaq buna. Nə millətdir bu? Əgər siz buna millət deyirsə, bu etnografikdir. Millət, мы говорим одно и то же. Этнографик, я говорю этнос. А вы говорите millət. Etnografik etin niyə etnos? Bax, siz bayaqlara çox gözəl misallar gətirdiniz ki, bizim tariximizdə, özdə Fərdə xanım çox gözəl işləyib, mən onu alqışlayıram. Quzey Azərbaycan xristianlıq dönəmi o kilsələr çox gözəl işləmiş. Və düzdə deyirsiniz, bizim etnik tariximizdə Yahudilikdə olubdur, yəni Xəzər dövləti bir müddət elə Yahudi dövləti. Yəni xristianlıq olub, hətta ermənilərdən də qabaq yazıbsınız, düz də yazıbsınız. Biz ermənilərdən qabaq xristianlığı qəbul eləmişik, kilsələrimiz olubdur. Təbii, sonra da İslamı qəbul eləmişik. Amma bu... O zamanki din nə idisə o idi. Sonra da İslam gəldi, Türklər İslamla tanışdılar və ondan bəli. Fərdə xanım, mənim əzizim, amma bu saydıqlarımız... Müsəlmandır, Hristiyandır, Yahudidir. Bunun millətə aidiyyəti yoxdur. Нет, ну понятно. Mən demədim o millətə. Mən millət sözü dedim ki, religiya, absolutно нет. Mən demək istəyirəm ki, deməli, etnosla məşğul olanda mən maraqlandım.
француз халгы, инглиз халгы, немец халгы, Алмандар. албан халгы, как они сформировались. То есть мне было интересны закономерности, общие закономерности. И оказалось, что bunları формалаштыран габилялар, этностар, один и тот же пестрота. Но из этой пестроты что-то большее формирует английский, кельты, Bəli. что-то меньше, допустим, немецкие племена есть западные, восточные, формирует немцев, и что-то формирует французов. На первый взгляд, поверхностный взгляд, может показаться, что одни и те же племена создавали три этноса. Да. Но этносы оказались народы разные. Да. Поэтому, когда мы говорим о курдах, о тех, это все нас не должно пугать. Для какого периода, какой состав этносов бывает доминирующим? Да. Для какого периода он уходящий? Так, история Азербайджана, то, что я проследила, и прежде я с этим докладом выступала в Европе и так далее, Албаны и этногенез азербайджанского народа. Оказалось, что эти все народы, они по сей день есть. Они все вместе с тюрками, тюрки как ведущий, он в себе их ассимилирует. Он очень многих ассимилировал. Но эти многие народы по сей день живут. По большому счету мы относимся к общей семье тюркской, но вместе с тем мы еще азербайджанцы. Так вот, азербайджанский народ, он... Почему у нас очень много талантов, очень много индивидуумов? Çünkü азербайджанский народ – это есть дерево, корни которые и кавказоязычные, и ираноязычные, и тюркоязычные. Теперь, значит, момент, когда почему мы стали называться азербайджанцами. Bir də bu fikrə mən aydınlıq gətirmənizi istəyirəm. Yanlış Bu fikir. İran dilli və türk dilli. Yəni bu dildə danışan adamın adı nədir? Bax türkcədə mən indi danışıram türk dilində, Azərbaycan türkcəsində. Da. Mənim adım nədir? Azerbaycanlı. Azərbaycanlıyam. Da. Artık deməli Azerbaycançılıq. Azərbaycan axı coğrafiyanın adıdır. Нет, минуточку. Güzül xanım, mən istəyirəm. Минуточку. Вот есть, Mesela Talışın adı nədir сейчас, onda? есть наименование Ну да. этноса. Он совпадает с наименованием страны, с наименованием государства. Ага. Франция, французское государство, французы. Так? Азербайджанчылык формалашма. Очень большую роль азербайджанчылыкта сыграла АДР, а АДР это умы, это были умнейшие люди. Başa düşürəm. Они неспроста назвали Азербайджаном. Bu Azərbaycan coğrafi məkanında çoxlu xalqlar yaşayır. Düzdürmü? Bayaq da siz qeyd elədiniz. Qız verib, qız alırlar, proses ediyor. Yox, yəni onların hamısına mən bir şey başa düşməm. Məsələn, etnik Talışa biz həm Talış deyirik, həm Azərbaycanlı deyirik. Düzdürmü? Azərbaycan vətəndaş kimliyidir, üst kimliyidir. Замечательно. Deməli, Mən Bircə dəqiqə. Двойное самосознание. Yəni mən bir şey başa düşməm. Mən türkəm. Sevinç xanım, qoy məsələni mən Buyurun. necəm. Bax, belədir. Siz bugün ta ki gedirsiniz Lənkərana. Bəli. Bir Talış kəndinə gedin. Deyir ki, kimsən? Deyir, Talışam. Deyir, qonşu kənddə kimdir? Deyir, qonşu kənddə türklərdir. Türk gəlmişdi. Yəni o əslində, yəni o adı sizə deyir. Siz türksüz. Amma Azərbaycanlı nədir? Siz həm də dilçisiniz. Burada artıq şəkilçi var. O şəkilçi adı altında Azərbaycanda yaşayanları birləşdirib. Amma o mənşə itibarilə kim deyir ki, siz Kürt deyirsiniz? O Kürt deyil, o Talış deyil. Sadəcə olaraq burada mənim ən hörmət elədiyim mən dilçiləri görmüşəm. Deyir ki, o Talış da o isə Azərbaycanlıdır. Hə, bax mən onu anlamıram, onu anlamıram. O Türkdür, yox, Deməli o Türkdür, deyilmi? Yəni mən Azərbaycanlı, Azərbaycan vətəndaşıyım, həm də türkəm, mən sevim. Doğrudurmu? Есть титульная нация, титульные мы азербайджанцы, а потом идет этнический каждый. Anladım. Buyurun Önar müəllim. Bu çətinliklər nədən doğur? Firdun müəllim də bayağı qeyd elədi. Məsələn, hər bir xalq sevinir, onun mənşəyi ilə bağlı çoxlu mənbələr olsun. Bəli. Amma tarix boyu elə xalqlar var ki, onlar haqqında çox yazıblar. Onların yazdıqları ya bizə gəlib çatmayıb, ya da yaza bilməyiblər. Yaza bilməyiblərin səbəbini izah eləmərəm.
Bugün biz Birinci Dünya Müharibəsi dövründə bizə ən böyük sayğısı olan Osmanlı dövləti sənədlərinə baxaq. Mən bilsədim gətirərdim. Nə qədər Dağıstan xalqı sözü işlətmək olar. Ona qədər, nə qədər Persiyan işlətmək olar. Qafqaz xalqları da siz görün, Aleksandr Duma, Qafqazların Tiflis haqqında yazır. Yazır, burada erməni də var idi, gürcü də var idi. Bir də deyir ki, burada ən çox üstü mövqeyə malik olanlar farslar idi. İndi mən özümü dağıdıram ki, fars yox, o Azərbaycanlı idi. Çünki adın çəkində şeytan bazar, nə, onların danışı şirin idi. Yəni, o zaman elə yazdım. Və hətta 20-ci əsrin əvvəlləri üçün, Firdun dedi, Fərdi dedi ki, yəni doğrudan bu problem idi ki, bu ərazi ilə bağlı elə bir siyasi ifadə seçmək lazımdır ki, hamını birləşdirə bilsin. Bəli, o da birləşdirici ifadə. Doğrudan da Azərbaycan ifadəsi birləşdirdi. Ancaq bugün heç kimə haqq vermir ki, nə elmi cəhətdən, nə siyasi cəhətdən. Türkiyə türk demə, Azərbaycanlı deyilən. Ancaq o birini isə kürddir, talışdır, avardır, düzgün deyil. Sadəcə olaraq, əgər biz onu düzgün ifadə işlədə bilmiriksə və ya ki, yəni bu xalqların tarix boyu bir yerdə yaşamağı, məişət münasibətindən tutmuş din münasibətinə qədər bir yerdə formalaşıblar, mübarizələri bir, uğurları bir. Artıq bir mədəniyyət, mədəniyyət coğrafiyası anlayışı ortaya çıxıbdır. Sizə bununla bağlı çox maraqlı bir şey deyim. Bu tarixi məqamdır. Elə Firdun məhsulda maraqlı olar. O vaxtilə yəni bizim məsul orqanlardan biri milli məsələlər bizə məşğul olurdu. Biz onda bir nümayəndə heyəti kimi Masallı'nın bir kəndinə getdik. Mən o yoldaşa dedim, adına ehtiyac yoxdur. Dedim ki, bu kəndin, bu məhəlləsi Talış dilində danışır. Amma küçəni o üzə keç soruş, deyəcək